bu etisaba qatılın. Bax, Mahmud bəy, bu elə müəllimlər ki, universitet müəllimləri, profesor, müəllim deyəndə biraz Güneydə biraz aşağı gətirmə, güya aşağılama deyirlər. Amma bizim Kuzey Azərbaycanda bunları aşağılamaq. Bizim bu profesorlarımızın, bizim bu alimlərimizin, bu qəhrəmanlarımızın nə deyər? Siz nə deyərsiniz? Bilirsiniz, bu mübarizənin bir parçasıdır. Şovinist hakim sistemi ilə, vilayət fərqi sistemi ilə demək ki, bir geniş bir mübarizə getməkdədir. Sivil toplum, mədəni toplum, eyni halda müəyyən güclər ki, opposition danışıqlarında seçimdən qabaq söz vermişdi, dil məsələsi ilə bağlı ki, 15-ci maddəni mən icra edəcəyəm. Bunlar bir dənə məsələ olublar ki, fars şovinistinin istəyindən uyğun deyil. Baxma ki, anayasalarına gəlibdir. Amma bunlar onu icra etmək istəmirlər. Elə məclisdə də gəlməsinin bu göstəricisidir ki, demək 180-dan çox millət vəkili o da dedi ki, yox, bu layihə icra olunmamalıdır ki, elə güvənlik məsələsi. Yəni elə bu 10-15-20 il bundan qabaq o Ayətullah Kərqubuzə ki, rəis məclisi idi, o demişdi, ha, bu güvənlik məsələsi olmaz. Və 46 ildir də bu dairəni, yəni eğitim, ana dilində eğitimi bunlar yasaqlırlar. Əlbəttə, bunu xatırladım, ha, bu ana dilində eğitim deyəndə, məsələn, yüz minlər insanımız hava təpir ki, Türk dilindən mədrəsə olmalıdır hər kəsə. O Türk dilindən mədrəsədə onun istəyi budur ki, Türk dilində İngilisi, Türk dilində riyazi, Türk dilində fizik, kimyayı, nə bilim, ədəbiyyat, Türk dilində təbii məsələlər, bütün hər şey Türk dilində eğitim alınmalıdır. Onların istəyi o. Amma bu 15-ci maddədəki olan şey ki, opposition bunun dalında da kələm parlamanı da bunun qarşısında durubdur. Amma yenə də 9-dan bir Türk çəkmək qəziyyəsidir. O da budur ki, Türkün ədəbiyyatı 2 saatlıq okulda tədris olunsun. Bunlar buna belə qarşıdırlar. Bu tək opposition'da məsələ deyil. Onun ətrafında çevrəsində olan qüvvələrə şamil deyil. Bu eşikdə də biz bunu gördük. Eşikdə o Şuay Quzar yaranında ki, deyirlər ki, Şuay Quzar yaradıq falan, mənim iş yadımdan çıxmaz. Orada da böyük bir işlərində problem var idi. Ki, amuziş, B zəbanı madəri ya amuziş zəbanı madəri. O B-yi qoyanda deyirlər olmaz. Yəni, Türk olmaz ki, məsələn, başqa dillər dilicə eğitim alınır. Fəqət ki, hər şey fars dilində olar, amma Türk dili də ədəbiyyatı oxuna 2 saat həftədə. Yəni, bunların qafası bu qədər dayaz və bu qədər sınırlı baxılır məsələyə. Hələ biz indi mübarizəmizin bu mərhələsində ki, çalışır ki, çox mədəni mücadilə geçsində bağa, bizim ustad universitetlərimizin istəyi çox budur ki, hələ bu o 2 saatlıq dil məsələsi okullarda, nə bilim, universitetdə, orada, burada bu hələ yerin alsın. Yəni, bu məsələ, bu istək o 100 minlər tələbdən ki, traktor məsələlərini özünü görsədir və toplumumuzda əgər bir araşdırma olsaydı, toplumumuzun da istəyin alına bilsəydi, bir demokratik olsaydı görsədərdi ki, 90% çox toplumumuz da bunu istəyir ki, öz dilində eğitim alsın və öz dilində bütün ülum məsələlər öz dilində eğitimini öyrənsin. Yəni, fərqlıq buradadır. Və mən bilirəm ki, bu hakimiyyətin mahiyyətində də ki, ana dilində eğitimi qəbul edir. Çünki onda hakimiyyətin şovinistliyi parçalanır. Amma bu ki, indi durum siyasi baxımdan gedir ki, İran rejimi bir bohranı, stratejik bir bohranın içindədir, siyasi baxımdan dağılmaq ərəfəsindədir. Türkiyə ilə bu çətin bir duruma düşübdür. Hələ o və Türkiyə də açıq deyibdir ki, bizim də imkanlarımız var ki, sənin öz içində ona keçəcək Mahmud bəy, ona keçəcək. Ona yetişəcək. Amma istəyəm deyəm ki, yəni o nöqtənin özü elə həmin bu qeyri-fars millətlərin zülmüdür işarəsi. Ki, bu rejim bu zülmün qabağını almaq üçün neyini? Deyir ki, yəni Pezeshkian hakimiyyətdə idi. Bəlkə də çox fişara basıbdır Beyt rəhbərini ki, baba 2 saat dili necə indi ərəbi dilin 100 ildən çox ki, eğitim alınır okullarda. Köy yerə gəlməyib ki. Ya İngilis dili alınır, nə bilim nə dili alınır. Bu öz millətin öz dilidir. Burada 70% faizdir ki, fars deyil.
Bunlar öz dillərini kitab oxumaqla sistemi dağıtmaz. Bunların baskısı inandı ki, mən düşünürəm ki, Fatma xanım Mahacirani bu Suxanquyu bu Vəzarət Ümumi Xarici cəhət deyir ki, biz əslən işimiz yox ki, Xarici yox, prezident aparatının zadıdır. Bəli də Fatma xanım Mahacirani prezident aparatının sözçüsü. Bu deyir ki, əslən bizim işimiz yox ki, parlament nə dedi? Biz bir dövlətik. 15-ci maddə təsdiq olub. Bəli də deyib, bizim dövlət, bizim hökumət 15-ci maddə təsdiq olub. Biz bu qanununa keçməyə ehtiyacımız yox. Biz fəqət bunun icrası üçün iqdam etməliyik. Onun üçün buna bir layihə hazırlayırıq və bu layihəni oturuq deyir ki, məsələn, bunun xərci bu qədər, buna bu qədər müəllim lazım, buna bu qədər kitab lazım. Onu incəliklərin qapsamlı halda ortaya qoyacaq ki, qabağa aparaq. Yəni, burada bir böyük bir ciddi mücadilə gedir öz işlərində. Parçalanma da hakimiyyət içində. Hakimiyyət içində keçmişdə sən belə bir şeylə sən görə bilməzdin. Eşidə bilməzdin ki, hakimiyyətin prezident səviyyəsində belə bir düşüncə olar və hakimiyyət eşiyində də başqa bir məsələ gedir. İndi üçün demək ki, o işlərində ixtilaf daha çoxalıb. Elə bu özün Amerikanın o atom məsələsində də göstərdi, müzakirədə də göstərdi və çoxlu bölümdə də göstərdi. Bu dil məsələsində də özünü göstərdi ki, hakimiyyətin içində də parçalanma gedir. Və bu parçalanma çox önəmli nöqtədir. Bu yəni o inqilabı ki, biz axtarırıq, deyir ki, bu olacaq ki, bu sistem dağılsın, onun bir dənə nimudlarından, göstəricisindəndir. Və bu sevindirici bir nöqtədir ki, burada həm millətimiz sahədə, həm də ki, ustadlarımız universitetlərimizdə əlbir olurlar, birlikdə yazılır, Pizişkiyanın istərinin dalında dururlar. Çay Pizişkiyan, biz sənin dalındayıq, ancaq bunu icra elə. Və bu baxımdan məncə bu önəmli bir mücadilə getməkdədir toplumda. Çox sağ ol, Mahmud bəy.